Salam, hörmətli tələbələr və əziz həvəskarlar. Mən Rəfət müəllim Mustafayev. Bu gün maraqlı bir sualla qarşınızdayım. İbrahim 7 addım irəli, 4 addım geri gedir. O 30 addımın sonunda başladığı nöqtədən neçə addım irəli getmiş olar? Demək olar, İbrahim 7 addım irəli, 4 addım geri gedirsə, ümumilikdə bir period ərzində neçə addım atır? 11 addım. Və onda belə çıxır ki, İbrahim 30 addım atıbsa, neçə dənə belə 11'lik təkrarlanıb, neçə dənə belə period təkrarlanıb? 30'u bölürəm 11'ə, alıram 2. Deməli 2 belə period təkrarlanıb. Qalıq nə qalıb? 8 addım. İbrahim 7 addım irəli, 4 addım geri gələndə 3 addım qabağa gedir. Bəli. Onda belə çıxır ki, İbrahim 2 dəfə belə period təkrarlayıbsa, onda 2 vur 3, 6 qədər qabağa gedir. Bəli. Bəs qalıq 8 var idi axı. Bu 7 addım irəli gedir axı. Deməli qalıq 8 tamamlanmalıdır. Ona görə üstə gəl 7, 7 addım getdi qabağa. 1 addım da geri getməli. Çıx 1. Yəni ümumilikdə bu addımlar 8 addım verir bizə. Buradan alıram ki 6 + 6 12. Deməli İbrahim neçə addım irəli getmiş olar? 12 addım irəli getmiş olar. Video xoşunuza gəldisə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.